Bilmezdim ki ol keremke, bilmezdim ki affeder mi günahım var, affeder mi Yalvarırım mallar kemize, yalvarırım, yalvarırım. Her dem yalvar, ne yalvar, her dem yalvarırım markimize, yalvarırım. Her dem yalman, ne yalmanım, her dem yalmanım. Vurdum ülfetin binası, vurdum binası. Yıktım dünyamın esasını, yıktım esasını. Diyar-ı eşkil sehrası, eşkil sehrası. Gezdim merdane, merdane, gezdim merdane. Diyar-ı eşkil sehrası, eşkil sehrası. Gezdim merdane, merdane, gezdim merdane. Diyar-ı eşkil sehrası, eşkil sehrası. Gezdim merdane, merdane, gezdim merdane. Diyar-ı eşkil sehrası, eşkil sehrası. Mirhamza Efendi bunlarla o yolun kulu olduğuna göre Nigar nənəmin, ona göre onlarla onun bağlılığı çok olur, çok gelip gedir. Hamı da bunu belə yozurmuş ki, bu Nigariye aşıqdır. Ama yok, o orada onu qanmayan adamlara da bir yerde deyir ki, her bir aşık Söğüt Mirhamza, her bir dilbər Nigar olmaz. Yani ki, bizim kadınla kişinin heç biri özün bu cür apara bilmez bir yerden. Yad bir adam, biz yani ki Allah aşığıyıq. Mənim qoca nənəm danışırdı ki, onun bir dəfə deyib ki, Nigar, ma su ver. Hə, suyu belə əlində, indi nə var ki, indi məhrəm, naməhrəm yoxdur bu heç, hamısı pozulub. Deməli, Mirhamza Efendinin barmaqları bunun əlinə dəyməsin də, stəkanı əlinin kasada verilmişdir, camda. Belə qoyub əlinin ortasına, belə tutuq ki, şeyx bunu alsın, içsin, ne onun barmağı ona dəysin, ne onu. Hə, Şeyx Əfəndi sükut deymiş. Bu onu göstərir ki, əgər bu adam bununla, pis yolla su istəyirsə, bu bunu gözləməlidir. Sükut nədir? Bu gedib Hüseyin Allah'la danışır. Ha, xeylədən sonra, indi biri deyir, amma mən qocam nənəmdən belə işitmişəm ki, camı əlindən alanda baxış görür ki, cam naqqıntəri əlinin içində qalırsa, cam orada dairə açıb özünə də əlinin içində. Mirhamza Efendi Nigarinin ibadəti ilə özünün ibadətini eyni görür, eyni bilir. Hər ikisinin qəlbi eyni Allaha yaxınlığına görə Allahın yolun, Nigarinin könlündən, qəlbindən gedən yolla birləşdirib bir gediblər də, bir gedib. Mən belə hiss edirəm. Mən də Nigarını xoşbaxt sayıram ki, Seyid Mirhamza Efendi onun adını qoymayıb üstündə, özünə bağlayıb, özü ilə deyib bitməsin, geçsin. Mən həbilə xoşbaxtlıq sayıram Nigarı nənəmin. Cahan bağında ey bülbül, Nigarı kimi yar olmaz. Mənim tək sinəsi gülgül bulunmaz, daqidar olmaz. Yakılmış ateşe varım, alışmış sinədə narım. Yanar canım bu odların
desem duzaqda var olmaz. Kibri peykan sana kurban. Ey Alpaki can, fitne-i devran sana kurban. Ey server avam, nakli kuraman sana kurban. Ey Zülfü Süleyman, gözü kalkan sana kurban. Ey ruhi zerafşan, gözü rəxşan sana kurban. Ey derdi firavan, qəmi dərman sana kurban. Ey ruhi gülistan, ləbi xəndan sana kurban. Ey saqi dövran, gözü heyran sana kurban. Ey mehri humayan, ruhu pinhan sana kurban. Ey hükmü revan, ey şəb-i xuban sana kurban, sana kurban, sana kurban. Alıbdır canımı qəmzə, düşübdür könlümə lərzə. Hər bir aşiq Seyid Həmzə, hər bir nigar, hər bir dilbər nigar olmaz. Dilbər də gözəl deməkdir, nigar da gözəl deməkdir. Belə bir əfsanə var ki, güya nigar adlı bir nəfərə Seyid Həmzə aşıq olub və öz təxəllüsü olan nigarını da oradan götürür. Mən bunu elə mətləbdən bilmirəm. Yəni, Şeyx Həmzə kimi kişi öz sevdiyi bir qadını, adını özünə təxəllüs götürsün. Mən biləm bu münasib versiya deyil. Sadəcə olaraq nigar sözünün ki mənası gözəldir və özü də deyir ki, hər sevən aşıq Həmzə kimi olmaz, hər gözəl olan nigar kimi olmaz. O, Allah sevgisinin rəmzi olan bir gözəl obrazıdır. Söhbət budur. Və bu mənada o nigar obrazını, Seyid Nigarıdakı nigarı Leyli və Məcnundakı Leyli obrazı ilə müqayisə eləmiyorlar. Yəni oradakı Leyli Allah'a eşqin rəmzidir. O bizim tanıdığımız, bildiyimiz kimi gözəl obrazı deyil, qadın obrazı deyil. Və hətta Məcnun da deyir ki, kim ki səni gördü oldu Məcnun. Yəni Allah'ı görən, Allah'ın eşqini duyan insan həqiqətən onu Məcnuncasına, divanəcəsinə sevməlidir. Və burada hesab edirəm ki, Seyid Həmzə bir avazda həmən o nigar obrazında Füzulinin Leylisində olan kimi Yunus Əmrə də deyir ki, Leyla yüzün görməyə Məcnun olasın gəlir. Yəni həmin o sufi obrazıdır. Həmin o sufi obrazını Seyid Həmzə nigar adlı gözəl bir obraz kimi, yəni Allah'ın obrazı kimi, Allah'a eşkin, məhəbbətin obrazı kimi canlandırır. Qubadlı rayonunda Çərəli kəndində Səfər bəy olur. O onu 6 ay Hərtiz dağında bir qalaq qurur. Onu orada saxlayıb, günü gəlirmiş kişi kəndə, gecə çörəklə zad da götürüb ev qalırmış onun yanında. Onun torpağın Şıx Əfəndi deyib, sənin torpağın boğaz ağrısına dərman olsun. Onu mənim qoca nənəm evdən kim geçsə deyir, Səfər bəyin torpağından gətirin, boğaz ağrıyana çəkək. Onu Səfər bəy müridlərlə götürür, gedir dağa, Keçəl dağı deyirdilər. Oradan onu yola salmağa, müridlər deyir ki, səni yola salaq, Türkiyəyə gedirsən, arxayın qaydaq gedəkdən. Deyir, yox. Gedin, nə qədər təqib edirsə, axırı ki, deyir, əksdir, mən aparan gələcək. Bunu göstərir, barmağını belə eləyir, deyir, bax gör, baxır, görür ki, bir dənə atlıdır, yedəyində də bir at gəlir. Amma yenə bunlar gözləyir dalda da, görürlər, nə quş kimi uçdular, çıxdılar, getdilər. Qafqazda bu təriqətin böyük nümayəndəsi olan Şeyx Şamil həm mürşüdüdür, müridlər yetirirdi, həm də əlində qılınc İslamı müdafiə edirdi.
Çar Rusiyası ilə döyüşürdü. Yəni bax, Nəqşbəndliyin məzmununda bu vardı və Seyid Nigari bunu seçəndə görünür təsadüfi hərəkət eləməmişdi və o Şeyx Şamilin o vaxt Qafqazda böyük hörmət qazanan müridizmin bir ideoloquna çevrilir. Yəni öz şeirlərində, öz əsərlərində bu müridizmi bilavasitə həvəsləndirirdi. Ona mənəvi dayaq olurdu. Və təsadüfi deyil, bunun nəticəsində sürgün hədəsi gözləyirdi Nigarini. Yəni, İslamı gücləndirmək, müridizmə qüvvət vermək əlbəttə təbii bu Çar Rusiyasının, Çarizmin, Çar məmurlarının diqqətini cəlb eləməli idi və Seyid Nigari Türkiyəyə getməli olur. Bu Nəqşbəndiliyin məzmununda ümumiyyətlə bir azadlıq söhbəti, azadlıq ideyası, əqidəsi olduğundan təbii Türkiyədə də onun ətrafına insanlar cəmləşir və bilindiyi kimi azadlıq uğrunda ideya heç vaxt dövlətin rəğbəti ilə qarşılanmayıb. Və burada da təzədən Seyid Nigari nəzarət altına düşür və o Amasyadan Harputa sürgün olunur. Türkiyənin özündə onu başına yığılan müridləri, nə bilim, istəyənləri yığılanda bu dövlət tərəfindən nəzarətə alınır. Hələ material verilib ondan. O vədənin paşasının, padişahının adı bilmirəm nəysə bunu, hələ bu paşa da çağırır hüzuruna. Deyibdi ki, sən dövlət əleyhinə iş görürsən yəqin. O da deyib, yox. Elə bu dəqiqədə bu paşa baxıb görür ki, bunun babasının sandığında Peyğəmbərin başmaqları vardı. Bu, bunu çiynində oynayır. Paşanın ürəyi gedib, yıxılıb. Bu paşanın yanındakılar deyir ki, sən nə qardın bu kişiyə ki, bunun ürəyi getdi? Deyir ki, mən heç nə eləmədim ona, nə qardım? Ayılanda deyir ki, sən nə yuanın quşusan, nəsən, mən bilmirəm. O başmaqlar mənim babamın sandığındaydı, səni çiynində gördüm, mən onun üçün ürəyim getdi. Get sana Amasya torpağını veririm, ged orada dincəl, rahat ol. Axırı ki, orada da olmayıb, onu nəysə sürgün eləyiblər Harputa. Orada da yenə Qarabağ həsrəti, yenə Qarabağ miskili. 1840-cı ildə yenidən Cicimli kəndini, anasını görməyə gəlir və 10-11 il burada fəaliyyət göstərir. Burada özünə şagirdlər yetirir. Nəqşbəndliyin təbliği ilə məşğul olur və burada da evlənir. Siracəddin adlı bir oğlu olur. Bu Siracəddin Şeyx İbrahim Siracəddin Şirvaninin adı ilə bağlıdır. Görünür, o Seyid Nigarinin müəllimi olub və müəllim öz müəlliminə hörmət əlaməti olaraq oğlunun adını da Siracəddin qoyur. Onun oğlu ölür elə qəfildən. Bunun paltarını yığır, bağlayır, içinə də məktub yazır, qoyur. Papa bacısına ki, papa bacı, burada məni tanıyan yoxdur. Mənim türlər də ölüsün, ağlamır. Mənim oğlumun orada yasını saxlar. Mənim qoca nənəm, Hacı Qasım Çarabının arvadı, Gülbər nənə deyirdilər. O deyirdi ki, bala, mənim qaynanam danışırdı ki, bir il onun ağlaşması o məsciddə oldu. Bir ildən sonra paltarını dedim qoca hanı, dedi ki, dağıttılar, getdi. Daha indi onun elə bil mənim babalarıma verdiyi hədiyə bu məscidi, fəsidi bu. Türkiyə adından. Bu da müminlərin dəstəmazda olmağına təmizlik yaradan məs deyirlər. Bir tay onun babalar, Şıx Əfəndinin, Mir Həmzə Əfəndinin o papağıdır, o da onun məsidir. Seyid Nigarinin həmin dövrdə yetirdiyi müridlər içərisində Şeyx Xalid olub. O nəsli mən şəxsən tanıyıram. Onun oğlu Hacı Qasım Çələbi, o da Seyid Nigari kimi vəhy ilə davranan bir insan olub.
O hətta 37-ci